Bir klubun ona aid olmayan futbolçulara görə 120 milyon avro borcunun olması sizcə normaldır? Əgər bu klub son illərin Lyonudursa, təəccüblü heç nə yoxdur. 2024-25-ci illər aralığında Lyon hazırda Nottingham Forestə çıxış edən Jair Cunha və Igor Jessus'la yanaşı Luis Enrique, Thiago Almada və Savarignonu heyətinə qatmaq üçün 120 milyon avroya pul xərcləsə də, bu futbolçulardan yalnız Thiago Almada 6 aylığına Lyonda icarə əsasında çıxış etmişdi. Qeyd olunan bir il ərzində keçmiş prezident John Textor investorlardan aldığı 120 milyon avro qarşılığında 5 transfer əməliyyatı həyata keçirsə də, bu futbolçulardan heç biri Lyona gəlib çıxmamışdı. Vacib məqam kimi onu da qeyd edim ki, John Textor həmin zaman həm Botafogo, həm də Lyon klublarının əsas sahiblərindən biri idi. Futbolçuların heç vaxt Lyona gəlib çıxmama səbəbi isə çox sadədir. John Textor keçirdiyi əməliyyatlar zamanı futbolçular üzərində olan haqları Lyon tərəfi üçün tam deyil, qismən alması idi. Qısa olaraq desək, Lyon bu futbolçuları Fransa Futbol Federasiyasında qeydiyyatdan keçirə bilmirdi. Lyon yalnız onların satışında iştirak edə bilərdi. John Textor isə yalnız bir hesabdan digərinə pul köçürməklə məşğul idi. Nəticədə Lyon həm yeni futbolçusuz qalır, həm də yeni borclar yığmış olur. Amerikalı John Textor sahib olduğu iki klub vasitəsilə küllü miqdarda pulu ələ keçirməyi bacarsa da, buna görə hələ də heç bir məsuliyyətə cəlb olunmur. İttihamlara cavab olaraq isə John Textor bütün bu futbolçuların Lyon klubu tərəfindən digər klublara satıldığını və onlara görə ödəniş aldıqlarını bildirirdi. Bu hekayənin isə Fransa Futbol Federasiyasının ona qurduğu tələ adlandırırdı. Lyonun düşdüyü bu vəziyyətdə yeganə müsbət hal hazırda John Textor'ın klubdan uzaqlaşdırılması və onun yerini Michel Kangın tutmasıdır. Hazırda Lyonun 500 milyon avroya yaxın borcu olsa da, Michel Kang kluba yeni investorlar cəlb etməklə və uğurlu transfer siyasəti aparmaqla klubu düşdüyü vəziyyətdən çıxaracağına söz verib. Və sizcə 2000-lərin uğurlu Lyonunu biz yenidən meydanlarda görə biləcəyik?